26 oktyabr OTK imtahanı biologiya situasiya tapşırıqlarının izahı. Fotosintez prosesində iştirak edən amillərdən birinin vacibliyinin sübut edilməsi üçün təcrübə aparılır. Otaq bitkisi 3 gün qaranlıqda saxlanıldıqdan sonra onun bir yarpağını hər iki tərəfdən qara kağızla elə örtürlər ki, onun yalnız müəyyən bir hissəsi görünsün. Həmin bitki 12 saat günəş işığında saxlanılır. Sonra isə tədqiq olunan yarpaq qoparılır və qara kağız çıxarılır. Həmin yarpaq əvvəlcə qaynar suya salınır, sonra bir neçə dəqiqə spirtdə saxlanılır. Daha sonra isə yarpaq su ilə yuyulur və üzərinə zəif yod məhlulu əlavə edilir. Bildiyimiz kimi bu təcrübə fotosintez üçün işığın zəruriliyini göstərən təcrübədir və 6-cı sinif biologiya dərsliyində fəaliyyətin içində vardır. 28-ci sual. Üzərinə yod məhlulu əlavə edildikdə yarpağın hansı hissəsinin və necə rəngi dəyişər? Cavabınıza əsaslandırın. Yarpağın açıqda qalan hissəsi, yəni örtülməmiş hissəsi göy rəngə boyanar. Çünki həmin hissəyə işıq düşüb, orada fotosintez gedib və nişasta yaranıb. Yod nişastanın təyin edicisidir. Yəni nişastanın üzərinə yod tökdükdə həmin hissə göy rəngə boyanır. 29-cu sual. Bu təcrübə fotosintez prosesində hansı amilin vacibliyini sübut edir? 1. Bitkinin 3 gün qaranlıqda saxlanılmasının səbəbini izah edin. Əvvəla sualın birinci hissəsi. Bu təcrübə fotosintez üçün işığın zəruriliyini göstərir. Sualın ikinci hissəsi. Bitkinin 3 gün qaranlıqda saxlanılmasının səbəbi təcrübədən əvvəl yarpaqda yaranmış olan nişastanın tam sərf olunub qurtarması üçündür. 30-cu sual. Tədqiq olunan yarpağın açıq qalan hissəsinin sahəsi 50 kvadrat santimetr olarsa, təcrübə müddətində həmin sahəyə düşən günəş enerjisinin miqdarını hesablayın. Əlbəttə biz burada əvvəlcə fotosintez zamanı fotosintezin məhsuldarlıq tənliyindən istifadə edirik. M bərabərdir S vurulsun T və yaxud 1 saat vurulsun 1 kvadrat metr yaşıl yarpaq sahəsində 1 qram glukoza yaranır. Bizə yarpağın səthinin sahəsini kvadrat santimetrlə verib, ona görə biz onu kvadrat metrə çevirməliyik. 1 kvadrat metr bərabərdir 10.000 kvadrat santimetr. Onda 50 kvadrat santimetr neçə kvadrat metr olar? Tənasüb quraraq yarpağın səthinin sahəsini kvadrat metrlə tapırıq. X bərabərdir 1 vurulsun 50 bölünsün 10.000. Bu da bərabərdir 1 bölünsün 200 kvadrat metr. Deməli, biz yarpağın səthinin sahəsini kvadrat metrlə tapdıq və düsturda yerinə yazırıq. 12 saat vurulsun 1 bölünsün 200 kvadrat metr bərabərdir 12 bölünsün 200 edir 0,6 qram glukoza. Deməli, fotosintez nəticəsində sintez olunmuş üzvü maddənin miqdarı 0,6 qramdır. Onda həmin üzvü maddədəki enerjini tapaq. 1 qram glukoza parçalandıqda 17,6 kilojol enerji yaranır. Onda 0,6 qram glukozada nə qədər enerji olduğunu tapmaq üçün onu 17,6-ya vururuq. O da edir 1,56 kilojol. Deməli, biz fotosintez nəticəsində sintez olunmuş üzvü maddədəki enerjini tapdıq. Lakin bizə yarpağın üzərinə düşən günəş enerjisinin miqdarı soruşulur. Bildiyimiz kimi yaşıl bitkilər fotosintez prosesində üzərlərinə düşən günəş enerjisinin 1%-dən istifadə edirlər. Deməli, üzərinə düşən 1% enerji 1,56-dırsa, onda günəş enerjisinin miqdarını tapmaq üçün onu 100-ə vururuq. Bərabərdir
105,6 kilojol. Deməli düzgün cavab 105,6.